Oyun 2. Mənim problemim ondaydı ki, öz mövqeyimdən faydalanıb kimlərəsə kömək eləmək istəyirdim. Burada məzlumun mənfəəti ilə yanaşı bəlkə də kömək eləyənin də mənfəəti üstünlük təşkil eləyirdi. Çobanın arvadı ilə məhz belə oldu. Əgər diqqətlə fikir versəz, evsizlər də, quldurlar da, küçə avaraları da, müxtəlif yaramazlar da bəzən kimisə qoruyurlar. Amma kimə kömək eləyirəmsə eləyim, çox vaxt heç bir xeyri olmayıb. Buna görə onlardan üzr istəyirəm. Onları birləşdirməliyəm. Bu ünvandır. Eynilə mozaikadakı kimi. Bu ünvanı necə oxumaq lazımdır? Deyəsən düz gəlmişəm. Topumuzsan uşaqlar. Bu möhtəşəm fokus idi, düzdür? Eşidirəm. Cənab David, xahişimi yerinə yetirdiniz. Amma siz məni məcbur eləyirsiniz ki, mən yenə sizdən xahiş eləyim. Sizə başqa nə lazımdır? Mən sizin səhnə arxası həyatınızı unutmuşdum. Amma təəssüf ki, özünüz onu xatırlamağa məcbur elədiniz. Mən sakitlik istəyirəm. Əgər kimsə peyda olubsa, bu mənlik deyil, başa düşün. Sizi xəyanətdə ittiham eləməməyim üçün 3 şəkildən birini seçin. Nə şəkli? Teleqramınıza göndərmişəm. Onlardan hansının Şamili soruşduğunu bilməliyəm. Dərhal.
Alo, Beləliyinə onlardan hansıdır? xatırlaya bilmirəm. Bəs əgər sizə ipucu versəm, onda xatırlayacaqsınız. Amma onda da gec olacaq da, cənab David. Axırıncı dəfə soruşuram. Sizin cəmi 10 saniyə vaxtınız var. Üçüncü. Çox sağ olun, cənab David. Black düz demişdi. Bu hünərlə düşmənlərin çoxalacaq. Lənətə gəlmişlər. Təkcə bir yolum var. Qaçmaq. Əks halda tabutda aparacaqlar. Çölə çıxıram. Evə gələndə mənə zəng elə. Susursan Zaur. Sən kimsən? Lalənin evinin ətrafında fırlananda sənə qəsdən zəng eləmirdim. Gözləyirdim ki, oradan uzaqlaşasan, yerini müəyyən eləməsinlər. Sən çox ağıllısan, amma xəbərdar eləyirəm. Sağ təslim olmayacağam. Qorxma, mən sənə düşmən deyiləm. Sənə kim lazımdır, qadın yoxsa əri? Mənə bunu de, dostum. Sən nə bilirsən ki? Çox şey bilirəm. Biz üz-üzə danışmalıyıq. Nəsə şübhəli gəlir. Sən ki azadsan, sənə başqa nə lazımdır? Ən yaxşısı hündür mərtəbəli binaların arasında görüşək. Gəl.
Salam aleyküm. Xoş gəlmisən. Rahat yata bildin? Hə, çox sağ ol. Uşaqlar hardadır? Qonşuya oynamağa gediblər. Gecə uşaqlarla yatmışdın. Hə, tək yata bilmirəm ki. Axır vaxtlar səni başa düşə bilmirəm. Bunu qəsdən eləmirəm. Yemək hazırdır. Süfrəni açım. Uşaqları çağır. Öz başına küçədə gəzməsinlər. Yaxşı. Uşaqlar dedilər ki, birazdan gələcəklər. Yemək gətirirəm. Gözlə. Otur. Məndən nə gizlədirsən? Heç nə gizlətmirəm. Adamı axmaq yerinə qoyma. Yuxuda görməmsən. Hər şey real idi. Real deyildi. Yaylağa boş yerə gəlməmişdin. Quzu əti bəhanə idi. Sən kart axtarmağa gəlmişdin. Yuxunda gördüyünü deyib mən axmaq yerinə qoyma. Bacımın ağlamağını eşitməyim həqiqətdir. Onun ruhu narahatdır. Axmaqlama. Bəsdir. Əgər evimdə kart görmüsənsə de. Bu sənin fikirləşdiyindən fərqlidir. 3 kart haqqında danışırdın. Bil ki, ya evdən, ya yaylaqdan 3 kart tapsan, onda günüm qara olacaq. Evim yıxılacaq. Niyə? Rusiyadakı işimlə bağlıdır. Amma bacının ölümü ilə heç bir əlaqəsi yoxdur. Evimə 3 kartın gəlməsi şəxsən mənim problemimdir. Necə yəni? Dilru, bacın uşaqlarına görə düzünü de. Kartlar hardadır? Hardadır? Çöldə tapıb götürdüm. Gətir. Yoxdu axı. Nə? Elə bildim ki, sən aparmısan, ona görə gəlmişdim. And olsun ki, məndə deyil. Hardadır, tap! Bacımın ölümü təsadüf değildi. Sən nə danışırsan? O sənin səhvinin qurbanı oldu. Bunu nə vaxta qədər gizlədəcəksən? Onun əvəzinə məndən evlənməyin də bir başqa səhvindir. Səhvdən danışma. O həssas idi. Ona görə ürəyi də xəstə idi. Kimsə kart oynayır, kimsə içki içir, kimsə xəyanət eləyir. Arvad hər şeyi özünə dərd eləsə, onda tez öləcək. Yaxşı, yaxşı. Onda niyə gecə yarısı çölə çıxmışdı? Axı onun elə bir adəti yox idi. Onu qoruya bilmədim. Bu mənim günahımdır. Onu sən öldürmüsən. Mən? Niyə? Sən niyə belə elədin? Öy! Bacını öldürmüş olsaydım,
Onda həbsdə olardım axmaq. Bunu bir dəfə dedin, bir də dilinə gətirmə. Başa düşdün? Sənə deyirəm, başa düşdün? Əslində sən ölməliydin. Mənim bacım yox. Ölməyimi istəyirsən? Yeznəm idin. İndi ərim oldun. Bundan sonra düşmənimsən. Hə. Səhv eləmişəm. Bu səhvin sənə baha başa gəlməsini istəmirsənsə, kartları tap. Əks halda sən də, mən də, uşaqlar da məhv olacağıq. Sən öz ailəsini bəlaya düçar edən adamsan. Yox, sən heç adam da deyilsən. Mən polisə deyəcəm. Kiməsə desən, evimiz yıxılacaq deyil, Ruh. Bacının uşaqlarını fikirləş. Bu, sənin düşündüyün qədər də asan deyil. Dilruh, mənə işgəncə vermə. Kartlar hardadır? Onları tapsan, bax onda hər şey yaxşı olacaq. Bacın da öldürülməyib. Ekspertiza təsdiq eləyib. Aman Gül xalama vermişəm. Niyə? Niyə ona vermisən? Falçı qadına, nə bilim kiməsə göstərəcəyini dedi. Kartları bacımın öldüyü yerdə tapmışdım. Axı bu nə deməkdir? Bilmirəm. Öyrənmək üçün kartları görməliyəm. Öz gözlərimlə görməliyəm. Yaxşı. Amangül xalamın yanına getməliyəm. Bugün get. Götür gəl. Sənə ömrüm boyu borclu olaram. Bacın uşaqlarını atasız qoymağın nə faydası var? Salam əleyküm. Əleyküm salam. Sizə Həsən qardaş lazımdır? Hə, O artıq gedib. hara gedib ki? Dedi ki, köhnə tanışını tapmalıdır. Gözləyəcəksiniz? Yox. O vaxt mənim sonsuz macəralarımın yeni mövsümü başladı. İstəyirdim ki, bu mövsüm axırıncı olsun. Qeyri-müəyyənlikdən artıq bezmişdim. Uzaq gələcəyim bir kənara qalsın. Heç bugün nə olacağını bilmirdim. Alo, Lalə bacı. Nə olub Fərqanə? Evinizə gəlmişəm, qapı kilitlidir. Sən küçədəsən? Birazdan çatıram. Gözlə. Yaxşı.
Şamilə demək istədiyim o qədər söz var idi ki, heç ağlıma da gəlməzdi. Onu tapmağıma bir addım qalmışdı. Salam əleykum Lalə bacım. Aleyküm salam. Yaxşısan? Yaxşıyam, sən necəsən? Nə olub? İçəridə deyərəm. Gəl. Keç. Danış görüm. Mən Amangül bacıdan hər şeyi soruşdum. Kəndə həm taksi, həm də avtobuslar gedir. Dilruhun evi kəndin kənarındadır. Orada istirahət evləri var, sanatoriyalar, bağ evləri. Var. Neyniyəcəksən? Niyə getdiyimi soruşacaqlar. Bir bəhanə tapmalıyam. Mən də gəlim Lalə bacı. Deyirlər, əri pis adamdır. O gün sənə dediklərimdən də pisdir. Niyə? Narkomandır. Dedilər, bir vaxtlar narkotik alveri ilə məşğul olub. Onun adi çobanlığına aldanma. Çoban olmağı yaxşıdır. Yaylaqda gəzəndə gedərəm. Dilruh heç yerdə işləmir, elədir? Ancaq evdə olur. Yenə nəsə demək istəyirsən? Lalə bacı, sənə qarşı heç bir pis niyyətim yoxdur. And iç desən and içərəm. Açıq danış. Nə demək istəyirsən? Özüm də istəmədən deyəsən səni tələyə salmışam. Hansı tələyə? Mən Amangül bacıdan şübhələnirəm. Tanış olduğumuzu əvvəldən bilirdi. Kartları boş yerə mənə gətirməmişdi. Onları sənə verməyimi istəyirdi. Mən də belə fikirləşmişdim. Bugün kimsə ona zəng elədi. Danışanda mənə 2 dəfə baxdı. Dəqiq mənim haqqımda danışırdılar. Fərqanə, bu heç nəyi dəyişmir. Nəyə görə? Çünki onlar kartları mənə çatdıra bildilər. O Amangül bacı aradakı balaca vasitəçidir. Telefonum evdə qalacaq. Bu dünyada sim kartdan təhlükəli heç bir şey yoxdur. Sən indi gedirsən? Hə, mənə Amangül bacı yox, Dilruh lazımdır. Mən ona bircə sual verəcəm. Bu sualın cavabı hər şeyi həll eləyəcək. Hansı sual? Bu suala sən cavab verə bilməyəcəksən. Çünki sən Dilruh deyilsən. Qalırsan yoxsa gedirsən? Mən boşanmış bir qadınam. Qardaşımla eyni evdə qalacağam. Bacımsan, deməli qardaşım sənin də qardaşındır. Dağda 1-2 gün qalacam. Oğlumla qardaşıma yemək pişirib, paltarlarını ütləyərsən. Özünüzü qoruyun. Yaxşı. Ötürmə. Həmin gün kiminsə məni izlədiyini hiss eləməsəm də, bazarda azıb izimi itirdim. Kəndə gedən maşına mindim. Qarşıda məni vacib görüş gözləyirdi, yoxsa böyük döyüş, heç nə bilmirdim.
Sağ olun. Hara yoxa çıxdı axı. Hey, kimsən? Şamil, Zaur? Özünsən, yoxsa ruhun? Sənsiz öləcək axmaq yoxdur. Hə, özüməm. Dostum, yaxşısan? Yaxşıyam. Sən necəsən? Yaxşıyam. Səni gördüyümə çox sevindim. Məni necə tapdın? Adamın kömək elədi. Özün ona demişdin. Demişdim ki, Davidlə görüşən adam sən olsan, mənlə görüşdürsün. Amma burada gözləmirdim səni. Telefon istifadə eləmirəm. Yeganə silahın budur. Sonuncu düşmənə bir güllə atacağım. Bəs eləyər. Bir güllə ilə həll olunacaq kimi görünmür. Nə bilirsən, Zaur? Çox şey bilmirəm. Əsas odur, Rusiya səni bağışlayıb, düzdür? Mürəkkəb prosesin ancaq bir ucundan danışırsan. Sənin köməyimə ehtiyacım var. Malaverin öldürülməsində köməyim dəymişdi. İndiki düşmənim Malaverdən 10 dəfə, bəlkə də 100 dəfə güclüdür. Rusiyanın bağışlanmağı heç nəyi həll eləmədi. Bunu ona görə deyirəm ki, köməyimə ehtiyacım var. Bir güllə azdır. Harda danışa bilərik? Elə burada. Keç otur görün. Alo, salam aleyküm. Aleyküm salam. Xəbərin var Dilruh. Aman Gül bacı ölüb. Nə? Nə vaxt ölüb? Şəhərə işə gedəndə. Mehmanxanada ölüb yazıq.
Özü də dünən görmüşdüm. O xəstə deyildi axı. Dedilər ki, onu ilan sancıb. İlan? Hə, Şəhər mehmanxanasında ilan nə gəzir? əşi, mən nə bilim. İndi yoxlayırlar. Sən evə gəl. Yaxşı, işlərim yarımçıq qaldı. Alo, Dilruh. Alo, eşidirsən məni? Dilruh. Yaxşı, söndürürəm. Sonra danışarıq. Salam əleyküm. Hər vaxtınız xeyir. Aleyküm salam. Buyur kızım. Mənə İqrar Çobanın evi lazımdır. Bak arvadı budur. Sağ olun. Bir de sağ olun. Buyur kızım. Alo, Eşidirəm. Amangül xalam ölüb. Nə? Danış görüm niyə ölüb axı? İlan sancıb öldürüb. Nəyi danışım axı? Niyə məhz sən onu axtaranda ilan sancıb öldürdü? Mən hardan bilim? Amma deyəsən çox adamın evi yıxılacaq. Elə sənin də. Nə danışırsan axmaq? Onu ilan sancıbsa mənim niyə evim yıxılır? Bilmirəm, maraqlanacağam. Əgər nəsə hiss eləsəm hər şeyi deyəcəm. Dilro, Çatandan sonra zəng eləyəcəm. İndi səndən danışmaq istəmirəm. evə gəl, bir məsələ var. Qayıtmayacağam. Özün bilərsən. Amma unutma, bu mənim günahım deyil. Sən şər atacaqsan. Lənət olsun. Bircə bu çatmırdı. Evə qayıtmaq imkanının verilməsi çox yaxşıdır Şamil. Eşidəndə çox sevindim. Bu elə də asan olmadı Zaur. Əgər onlara inanmırsansa, mən ortada vasitəçi olaram. Konstantin adlı işçi ilə danışdım. Soyadı Sukharyovdur. Onunla görüşüb sonra rəhbərləri ilə danışmalısan. Zəmanət verirəm. Ortada olacağam. Evə qayıt Şamil. Bu qanlı işlərə nöqtə qoymağın vaxtı gəlib çatıb. Hələ işim bitməyib, Zaur. Sənin sonuncu düşmənin kimdir? Cadugər Ketrin. Eşitmişəm ki, o hələ də sağdır. Onunla nə problemin var? Laləni yenidən həbsxanaya salmaq üçün sübutu var. Amma bu barədə heç kimə deməyib. Əgər işin Ketrinləndirsə, burada nə edirsən? Mənə axıra qədər qulaq asdı. Həm o, həm də köməkçisi Lalənin həbsdən necə çıxdığını gizli saxlayırlar. Danışsalar işi bitəcək. Çünki onlar Laləni qaçırtmaq ya da yeni iş təklif eləmək istəyirlər. Sən ciddisən? Fikirləşdim ki, Rusiyaya qayıdandan sonra qanlı işlərə nöqtə qoyacam. Lalə isə öz vətənində sakit yaşayacaq. İndi getsəm, Rusiyada rahat yaşaya biləcəm? İndi Ketrin hardadır? Demək istəyirsən ki, Özbəkistandadır? Çox güman ki, bu kənddədir. Sən zarafat eləyirsən?
Ketrinin burada nə işi var? Ona iki böyük qüvvə kömək eləyə bilər. Birincisi Vikinglər, ikincisi çox güman ki, İsrail kəşfiyyatı. Sənə nə demişdim Şamil? Bir güllə azdır. Axırıncı işimdə uduzsam, bütün əvvəlki işlərimi itirəcəm. Mənim başqa yolum yoxdur, Zaur. Bağışlayın bacı. Dilruh. Dilruh. Hə? Biraz danışa bilərik. Serial Space televiziyasının sifarişi ilə dubləş olunub. Allah sizin xalanıza rəhmət eləsin. O mənim doğma xalam değildi. Düzdür ki, qumarbaz qadın gəlsə, ağacdan ağ parça asmalısınız. Hə, düzdür. Burada deyil. Sən getməmişdin, Zaur. Getmişdim, amma qayıtdım. Sənin üçün şad xəbərim var, Şamil. Ketrinin izi tapıldı. Harda? Qonşu kənddəki bağ evində. Bir güllə də istifadə eləməmisən. İzi tapıldı, özü yox. Sən kimsən? Səmərqəddi Lalə. Oyun serialı Space TV'de.